Doğru deyirlər ki, ömür beşikdən başlayır. Geniş yolların kökü xırda cığırlardır deyənlər yanılmırlar. Hər birimiz kiçik evlərin astanasından böyük vətən dünyasına düşürük. Yollar bizi böyük dünyaya apardıqca balaca vətən dünyası yadımızdan çıxmır. Bəli, doğulduğumuz ocağı duymadan, sevmədən, öyrənmədən böyük vətənimizi, yurdumuzu duya, sevə, öyrənə bilmərik. Gözəl Qarabağın cənnət güşəsi olan Cəbrayıl rayonu, ölkəmizə onlarla tanınmış ziyalı alim, siyasətçi, neftçi, həkim, mühəndis, şairlər, yazıçılar, mədəniyyət işçisi, hərbçi, idmançı bəxş etmişdir. Belə ziyalılardan biri Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlmiş, bu kəndin çox əsrlik tarixində ilk həkim, tibb elmləri doktoru, professor Çingiz Bayramoğlu Quliyevdir. Həyatının 52 ilə ərzində uşaqlar üzərində 10 mindən çox cərrahi əməliyyat aparmış, Azərbaycan səhiyyəsində öz məktəbi olan tanınmış uşaq cərrahı, görkəmli alim və pedaqoq, tibb elmləri doktoru Professor Çingiz Bayramoğlu Quliyev 1941-ci il yanvar ayının 2-sində özünün də vurğunu olduğu Qarabağın dilbər güşələrindən biri olan Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. Horovlu kəndi Cəbrayıl rayonunun ən böyük yaşayış məskənlərindən biridir. Bu kənd 300 evi olan kənd kimi tarixə düşüb. 1993-cü ildə Horovlu kəndi də daxil olmaqla Cəbrayıl rayonu erməni işğalına məruz qaldı. Uzun illər davam edən düşmən işğalına 2020-ci il oktyabrın 4-də 2-ci Qarabağ müharibəsində son qoyuldu. Bugün işğaldan azad olunmuş torpaqlarımızda intensiv bərpa abadlıq işləri gedir. Kəndin əvvəlki yerində yeni Horovlunun təməli 2023-cü il may ayının 5-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Təsadüfi deyildir ki, 300 evli kənd kimi tanınan Horovlunun bərpasında birinci mərhələdə məhz 334 fərdi yaşayış evi inşa edilib. Prezident İlham Əliyev 2025-ci il oktyabrın 28-də Horovlu kəndinin açılışını edib və ilk sakinlərə evlərin açarlarını təqdim edib. Professor Çingiz Quliyev öz elinə, obasına, kəndinə bağlı olan ziyalılarımızdan biridir. Bu barədə Horovlu kəndinin yetirmələrindən biri olan tanınmış kardiocərrah Professor Fazıl Horovlunun yazdığı bayatılarda deyilən bir neçə misranı yada salmaq yerinə düşərdi. Qocalıq şənlik deyil, şikayət mənlik deyil, yaşım 85-i ötdü, şükür 5 günlük deyil, danış ki sözün qalsın, alış ki közün qalsın, adını qəlblərə yaz ki, ay Çingiz müəllim, izin qalsın. Kəndimizə dönəydim, kəhriz üstə enəydim, bu vüsalın sevincin Xançınarla böləydim. Fazıl Horovlu. 65 il bundan qabaq Horovlu kəndindən çıxmışam. Onda tamam başqa ab-hava vardı. Bugün Horovlu kəndini mən tanımadım. Bu kəndin ortaya ərsəyə gəlməsində Ali Başkomandan Cənab Prezidentimizin çox böyük zəhməti və xidməti var. Ona görə bir Horovluda doğulub boya başa çatmış bir insan kimi, bir ziyalı kimi Horovlu cəmaatı adından Cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm ki, gözəl bir şəhər tipli demək olar ki, Horovlunu yenidən bizim cəmaatımıza bəxş eləyib. Allah ona ömür versin, uzun ömürlü olsun. Bütün bu işlərə görə ona öz dərin cəmaatımız adından dərin minnətdarlığımı bildirirəm.
Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi anım günü 12 dekabr 2025-ci ildə Respublikamızın hər yerində, o cümlədən Qarabağın işğaldan azad olunmuş rayon və kəndlərində böyük ehtiramla qeyd olundu. Belə rayonlardan biri də Qarabağın dilbər güşələrindən biri olan Cəbrayıl rayonu və onun ən böyük yaşayış məskənlərindən olan Horovlu kəndidir. Horovlu kəndinin yetirməsi sayılıb seçilən ziyalılarından biri. Bu kəndin ilk həkimi dünya şöhrətli tanınmış uşaq cərrahı, tibb elmləri doktoru Professor Çingiz Bayramoğlu Quliyevdir. O, ümummilli liderimiz Heydər Əliyevin anım gününü öz doğma kəndində və rayonunda şəhid ailələri, qazilər, kənd və rayon ziyalıları, sadə insanlarla Prezident administrasiyasının kənd səlahiyyətli nümayəndələrinin iştirakı ilə birlikdə qeyd etmək üçün Horovlu kəndinə və Cəbrayıl rayonuna getmişdir. Qeyd etdiyimiz kimi Çingiz Quliyev 2 yanvar 1941-ci ildə Qarabağın dilbər güşələrindən biri olan Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 7-ci sinifə qədər Horovlu kənd məktəbində, orta təhsilini isə Cəbrayıl rayon Maksim Gorki, indiki Akademik Mehdizadə adına məktəbdə almışdır. 1962-ci ildə doğulduğu Horovlu kəndinin çox əsrlik tarixində ilk dəfə Nərman Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Çingiz Quliyev olmuşdur. Eyni zamanda Cəbrayıl rayon Maksim Gorki adına orta məktəbi bugünə qədər qurtaran məzunlar arasında da yeganə tibb elmləri doktoru Professor Çingiz Quliyevdir. O, institutda oxuduğu illərdə tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuş və elmi tədqiqat işinə xüsusi maraq göstərmişdir. İnstitutu bitirən vaxt onun 8 elmi işi tibbi mətbuat səhifələrində çap olunmuşdur. Tələbə olarkən 1965-1968-ci illərdə Semaşko adına xəstəxananın uşaq cərrahiyyə şöbəsində tibb qardaşı işləməklə uşaq cərrahiyyəsinin sirlərini öyrənərək həkimlik peşəsi üzrə təcrübəsini artırmışdır. Çingiz Quliyev bu illərdə artıq 400-dən çox cərrahi əməliyyatlarda assistent kimi iştirak etmiş və bir çox cərrahi əməliyyatları sərbəst icra etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra Böyük Elmi Şuranın qərarı ilə yaxşı oxuyan və tələbə elmi cəmiyyətlərinin fəal üzvlərindən 5 nəfər tələbə Moskvaya və 5 nəfər isə Leningrada, hazırki Sankt-Peterburg şəhərinə neyrocərrahiyyə ixtisası üzrə kliniki ordinaturaya və aspiranturaya göndərmək qərarı alınmışdır. Leningrada göndərilən tələbələr arasında Çingiz Quliyev də var idi. O, 1968-1973-cü illərdə Palinov adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunda kliniki ordinaturanı və aspiranturanı qurtararaq 1973-cü ildə uşaqlarda qapalı kəllə beyin travmasının kəskin və uzaq dövrlərdə klinikası, diaqnostikası və müalicəsi mövzusunda tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 7 yanvar 1974-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq Cərrahlığı kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1976-1981-ci illərdə həmin kafedranın dosenti işləmişdir. 1970-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin böyük səyi nəticəsində keçmiş Sovetlər İttifaqının Moskva, Leningrad, Kiyev və başqa mərkəzi şəhərlərinin aparıcı institutlarında Azərbaycan üçün doktorantura təşkil olunmasına nail olunmuşdur. Buna müvafiq olaraq 1981-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi ali məktəb rektorları ilə müşavirə keçirmiş və onlara hər kafedradan bir nəfər istedadlı və ümid verən mütəxəssislərin SSR-nin mərkəzi şəhərlərinə doktoranturaya göndərmək tapşırılmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunun Böyük Elmi Şurasının qərarı ilə 1982-ci ildə Uşaq Cərrahlığı kafedrasından dosent Çingiz Quliyev Leningrad Pediatriya İnstitutunun Uşaq Cərrahlığı kafedrasına doktoranturaya göndərilmişdir. 1984-cü ildə SSR Milli Elmlər Akademiyasının müxbir üzrü tibb elmləri doktoru Professor Grey Əliyeviç Bayrovun rəhbərliyi altında uşaqlarda qarın boşluğu üzvlərinin kəllə
kəllə beyin travması ilə müştərək zədələnməsi mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 21 iyun 1985-ci ildə SSR Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının Riyasət Heyətinin qərarı ilə doktorluq dissertasiyası təsdiq edilərək ona uşaq cərrahlığı ixtisası üzrə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Qeyd etmək lazımdır ki, həmin ildə Azərbaycandan doktoranturaya göndərilən 16 nəfərdən yalnız Çingiz Quliyev ilk olaraq vaxtında müdafiə edərək bu yüksək elmi ada layiq görülmüşdür. Professor Çingiz Quliyevin pedaqoji fəaliyyəti 1985-ci ildə Çingiz Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq Cərrahlığı kafedrasına professor vəzifəsinə seçilmişdir. 1985-1994-cü illərdə kafedranın professoru və tədris hissə müdiri işləmişdir. 1995-2017-ci ilin sonuna kimi 22 il Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı kafedrasının müdiri, 2018-ci ildən isə həmin kafedranın məsləhətçi professoru vəzifəsində çalışır. Çingiz Quliyevin elmi fəaliyyəti, onun kafedraya rəhbərlik etdiyi illərdə tədris, elmi və praktiki səhiyyə sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. İlk dəfə olaraq 2000-ci ildə onun tərəfindən Latın qrafikası ilə uşaq cərrahlığı dərsliyi çap olunmuşdur. Bu dərsliyə görə o 2001-ci ildə Azərbaycan Respublikasının Təhsil Cəmiyyətinin diplomuna və pul mükafatına layiq görülmüşdür. Bu dərslik sonradan 2005-ci və 2008-ci illərdə yenidən işlənərək təkrarən çap olunmuşdur. Professor Çingiz Quliyev uşaq cərrahlığının müxtəlif aktual problemlərinə həsr edilmiş, yerli və xarici tibbi mətbuatda çap olunmuş 328 elmi işin, 3 uşaq cərrahlığı dərsliyinin, 4 dərs vəsaitinin və 4 monoqrafiyanın, eyni zamanda 2 rəhbərliyin, 1 atlasın, 15 tədris metodik vəsaitlərin, 7 səmərləşdirici təklifin, 1 ixtiranın və 1 modifikasiyanın müəllifidir. Azərbaycanda Uşaq Cərrahlığı Kafedrasının İnkişaf Tarixi kitabı da ilk dəfə olaraq 2010-cu ildə Çingiz Quliyev tərəfindən yazılmışdır. Rəhbərliyi altında 2 tibb elmləri doktoru, 10 tibb üzrə fəlsəfə doktoru dissertasiyaları müdafiə edilmişdir. Çingiz Quliyevin cərrahi fəaliyyəti. Professor Çingiz Quliyev geniş diapazona malik bir cərrahdır. O, baş və onurğa beynində, qida borusunda, diafragmada, döş qəfəsi və qarın boşluğu üzvlərində, sidik cinsiyyət üzvlərində, dayaq hərəkət orqanlarının inkişaf qüsurlarında və cərrahi xəstəliklərində yüksək peşəkarlıqla cərrahi əməliyyatlar aparır. Bütün bunlar imkan vermişdir ki, onun rəhbərliyi altında uşaq cərrahlığının müxtəlif sahələrini əhatə edən elmi praktik istiqamətlər müəyyənləşdirilsin, Hirschsprung xəstəliyinin və anorektal nahiyənin inkişaf qüsurlarının, exnokokoz xəstəliyinin, bağırsaq keçməzliyinin, kriptorxizmin cərrahi müalicəsi, uşaqlarda peritonitlər zamanı regional limfotop terapiya və ultrasəs kavitasiyası, xroniki hemogen osteomelitin müalicəsində toxuma daxili antiseptiklərin tətbiqi və cərrahi taktikanın seçilməsi, uşaqlarda kəskin gastroduodenal qanaxmaların kompleks müalicəsində yerli hemostatiklərin endoskopik tətbiqi, uşaqlarda sidiklik, sidik axarı reflüksunun cərrahi və endoskopik korreksiyası və s. Bu istiqamətlərdə əldə olunan elmi nailiyyətlər ümumiləşdirilərək tibb üzrə elmlər doktoru və tibb üzrə fəlsəfə doktoru dissertasiyaları yazılmış və əldə olunan nəticələr praktiki səhiyyədə tətbiq olunur. Özünün gərgin fəaliyyəti ilə elmin yüksək zirvəsini fəth edən Professor Çingiz Quliyev 1995-ci ildə ilk dəfə yoğun bağırsağın ağır anadan gəlmə inkişaf qüsuru olan Hirschsprung xəstəliyinin cərrahi müalicəsi respublikamızda onun tərəfindən həyata keçirilmiş. Bu qüsurla olan çoxsaylı xəstələr onun təklif etdiyi ixtira, kolorektal ara kəsməyə qoyulan sıxıcı vasitəsilə şəfa tapmışdır. Burada 6 cərrah iştirak eləyir, anesteziyolog və s. ümumiyyətlə 13, o briqadada 13 adam iştirak eləyir. Ancaq ilk dəfə olaraq 95-ci ildən bu xəstəliyin müalicəsi bizim klinikamızda mənim tərəfindən aparılıb, çox müvəffəqiyyətlə aparılıb, artıq 50-yə yaxın belə operasiya etmişik və hamısı da nəticəsi yaxşıdır.
Bundan əlavə 2002-ci ildə respublikamızda ilk dəfə onun tərəfindən ağır eybəcərliklə bir bədən, 2 çanaq, 4 ətraf, 2 kişi cinsi orqanı ilə doğulan 2 günlük uşaq uğurla cərrahi əməliyyat olunmuşdur. Bu əməliyyatlar bir çox yerli və xarici mətbuat səhifələrində geniş işıqlandırılmış, böyük marağa səbəb olmuşdur. Kanadalı kino rejissor bu məsələ ilə maraqlanaraq Bakıya gəlmiş, professor Çingiz Quliyevlə görüşmüş, ətraflı məlumat və materiallar toplamış, uşaqla və onun valideynləri ilə görüşərək söhbətlər etdikdən sonra özünün çəkdiyi Təbabətdə Möcüzələr adlı filmində həmyerlimizin bu uğurlu əməliyyatı 11-ci hadisə kimi verilərək ona 7 dəqiqəlik yer ayrılmışdır. Çingiz Quliyevə 20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar həkim adı verilmişdir. 14 yanvar 2011-ci ildə çoxillik elmi praktik fəaliyyətinə, gənc həkimlərin yetişdirilməsindəki roluna görə və anadan olmasının 70 illiyi münasibəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin fəxri fərmanı ilə təltif edilmişdir. Rektor akademik Əhliman Əmiraslanov tərəfindən 21 dekabr 2017-ci ildə Azərbaycan Tibb Universitetinin rektoru Professor Ceray Cerayibəyli tərəfindən Çingiz Quliyev tibbi kadrların hazırlanması sahəsində uzun müddətli və səmərəli xidmətlərinə görə, nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin fəxri fərmanı ilə təltif edilmişdir. 9 fevral 2019-cu ildə Tibb Universitetinin rektoru Professor Ceray Cerayibəyli tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akreditasiyası qaydaları əsasında davamlı tibbi təhsil üzrə akreditasiya edilmiş Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı Kafedrasının 80 illiyinə həsr olunmuş Uşaq Cərrahiyyəsi üzrə elmi praktiki konfransda göstərdiyi dəstəyə görə təltif edilmişdir. Professor Çingiz Bayramoğlu Quliyev barəsində dövrü ədəbiyyatda, jurnal və qəzetlərdə çoxsaylı məlumatlar, məqalələr, xəbərlər və eyni zamanda müsahibələr dərc edilmişdir. Həmçinin televiziya və radio efirlərində onun haqqında sənədli filmlər, süjetlər, reportajlar və verilişlər hazırlanıb yayımlanmışdır. Azərbaycan tibb elminin tanınmış simalarından olan Professor Çingiz Quliyev həm də el obasına bağlı bir insandır. Professor Çingiz Quliyev çoxsaylı xeyriyyə işləri ilə də özünə böyük sevgi və hörmət qazanmışdır. Ulu Öndər Heydər Əliyevin sağlam uşaq, sağlam gələcəyin təməlidir ideyasına sadiq qalaraq sağlam nəsil böyütmək üçün savadlı həkim kadrlarının hazırlamaq naminə 18 oktyabr 2018-ci ildə Azərbaycan Tibb Universitetinin kitabxanasına 500 nüsxə, 14 dekabr 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Dövlət Universitetinin Tibb Fakültəsinə 300 nüsxə, 654 səhifəlik uşaq cərrahlığı dərsliyini təmənnasız hədiyyə etmişdir. Bundan əlavə Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı Kafedrasına rəhbərlik etdiyi 22 il ərzində məcburi köçkün və qaçqın ailələrdən olan tələbələrə dərsliklərini, dərs vəsaitlərini, monoqrafiyalarını və uşaqlarda cərrahi patologiyaların atlasını təmənnasız hədiyyə etmişdir. Çingiz Quliyev 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. O partiyanın çoxsaylı tədbirlərində fəal iştirak edir. Çingiz Quliyev 2013-cü ildə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydəroğlu Əliyevin prezident seçkilərində təbliğat təşviqat kampaniyasının ən fəal üzvlərindən biri olub. Professor Çingiz Quliyev 2018-ci ildən kafedranın məsləhətçi professoru işləyir. Bu illərdə də Çingiz müəllim çox əzmkarlıqla, çox böyük elmi, pedaqoji, cərrahi və ictimai fəaliyyətlə məşğuldur. Uşaq cərrahlığı üzrə test suallarının hazırlanmasında, rezidentlərin və yuxarı kurs tələbələrinin bacarıq mənimsəmə imtahanlarının qəbulunda fəal iştirak edir. O, dəfələrlə televiziyalarda sağlamlıq verilişində maarifləndirici mövzuda çıxışlar etmişdir.
O anadan olmasının 85, elmi pedaqoji cərrahi fəaliyyətinin isə 57 illik yubileyi münasibətilə 292 səhifəlik Həyatımın İlləri və İzləri adlı xatirələr memuar kitabını qələmə almış və çox nəfis şəkildə çap etdirmişdir. Çingiz Quliyev haqqında həmkarlarının və yaxınlarının ürək sözləri. Əsl ziyalı, istedadlı cərrah, alim və müəllim. Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı Kafedrasının müdürü, tibb elmləri doktoru professor Ramiz Poluxov. Çingiz müəllim bir ziyalı, müdrik insan, obyektiv və prinsipial müəllim, geniş diapazona malik bir cərrah, elm adamı, böyük ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, Respublikamızda özünün yeni bir uşaq cərrahlığı məktəbini yaradanlardan biridir. Mən fəxr edirəm ki, onun tələbəsiyəm. Fəxr ediləsi ata, Çingiz Quliyevin qızı, Azərbaycan Tibb Universitetinin Terapevtik Stomatologiya Kafedrasının asistenti, tibb üzrə fəlsəfə doktoru Könül Qaragözovanın atası professor Çingiz Quliyev haqqında dediklərindən. Atam Quliyev Çingiz Bayramoğlu 2 yanvar 1941-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlmiş əkiz qardaşlardan biridir. Həkim olmaq onun uşaqlıq arzusu idi. Çünki əkiz qardaşı 10 yaşında ağır xəstələnib və müalicə olmadığından onun gözləri önündə dünyasını dəyişib. O bundan sonra sarsılıb babama və nənəmə yarı zarafat, yarı gerçək mən gələcəkdə həkim olacam, uşaqları ölməyə qoymayacam deyib. Onun bu arzusu Çin oldu. Horovlu kəndinin ilk həkimi və ilk professoru oldu. Eyni zamanda orta təhsilini aldığı Cəbrayıl rayon Maksim Gorki adına tam orta məktəbini qurtaran məzunlar arasında bu gün də daxil olmaqla yeganə tibb elmləri doktoru professor atam Çingiz Quliyevdir. Mən fəxr edirəm ki, belə bir atanın övladıyam. Beynəlxalq Göz Klinikasının direktoru, tibb elmləri doktoru professor Kərəm Kərimov. Həyatını elmə, cərrahiyə həsr edən professor Çingiz Quliyev çox insanlara şəfa, nicat verib. Çox ümidsiz gözlərə ümid, nigaran baxışlara sevinç bəxş eləyib. Həyatda bundan böyük sevinç olarmı? Əziz müəllimim professor Çingiz Quliyevi 85 illik yubileyi münasibəti ilə təbrik edirəm. İstedadlı cərrah, alim və müəllim. Tələbəsi, tibb elmləri namizədi Mahmud İsmailovun dediklərindən. Sadə, təvəzzükar, səmimi insan olan Çingiz müəllim 1968-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra bütün əmək fəaliyyətini bu universitetə həsr eləmişdir. Bu universitetdə assistentlikdən professora, kafedra müdürlüyünə qədər yüksəlmişdir. Çingiz müəllimin həyatına diqqət yetirdikdə ona yalnız bir ad qoymaq olar, ustad. Çingiz müəllim həm də Azərbaycanda hal-hazırda işləyən demək olar ki, bütün uşaq cərrahlarına dərs demiş, əksəriyyətinə isə praktik olaraq bu sənəti öyrətmişdir. Eyni zamanda Çingiz müəllimlə mənim tanışlığım 1989-cu ildə mən Azərbaycan Tibb Universitetinin Pediatriya Fakültəsinə daxil olanda elə birinci kursda Çingiz müəllimlə tanış olmuşam. O gündən 37 il ərzində demək olar ki, bizim Çingiz müəllimlə mütəmadi əlaqələrimiz var. Çingiz müəllim mənim həm bir praktik həkim kimi yetişməyimdə, həm bir alim kimi yetişməyimdə müstəsna xidmətləri olub. Bu günlərsi Çingiz müəllimin 85 yaşı tamam olur. Arzu edirəm ki, biz Çingiz müəllimin əmək fəaliyyətinin 85 illiyini qeyd edək. Allah bizə də Çingiz müəllimə də ömür versin, o günü qismət eləsin. Çingiz müəllim, sizə uzun ömür, can sağlığı, ruh yüksəkliyi ilə yaşamağı arzulayıram sizə. Tanrı hərəyə bir ömür bəxş eləyir. Amma hər kəs bu ömrü öz bildiyi kimi xərcləyir. Kimisi sonralar öz ömrünün mənasız keçən günləri üçün təəssüf hissləri keçirdir. Kimisi də dönüb həyatının geridə qalan günlərinə boylananda yalnız qürur hissləri duyur, məmnunluq hiss eləyir. Professor Çingiz Quliyev Həyatımın İlləri və İzləri kitabında belə deyir. Mən də xəyalən dönüb ömrümün arxada qalan illərinə baxdım. O illərin aylarını, günlərini, istisini, soyuğunu, sevincini, kədərini yenidən yaşaya-yaşaya xatirələrimi kağız üzərinə köçürdüb son nöqtəni qoydum. Amma hiss etdim ki, son nöqtə son söz deyil. Bu dünyada sözün söz yeri, nöqtənin nöqtə yeri var. Söz ömürdür. Son nöqtəni qoymaq isə ulu yaradanın səlahiyyətindədir. Bu nöqtəni o nə vaxt qoyacaq bilmirəm. Hələ ki yaşayır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünya görmüş insanların sözü düşür. Biz əlimizdən gələni bacardıqlarımızı etdik.
Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər. Professor Çingiz Quliyev bir ziyalı, müdrik insan, obyektiv və prinsipial müəllim, cərrah, elm adamı kimi respublikamızda özünün yeni bir uşaq cərrahlığı məktəbini yaratmışdır. Onun keçdiyi mənalı həyat yolu gənc həkimlər üçün bir örnəkdir. Azərbaycan elminə verdiyi töhfələr, ən əsası isə öz şəxsiyyəti və keçdiyi ömür yolu ilə kamillik zirvəsinə ucalan Çingiz Bayramoğluna dəyərli vətən övladı, qayğıkeş və xeyirxah insan kimi bundan sonra da yeni uğurlar, ən başlıcası isə möhkəm can sağlığı diləyirik.